qiymətlərinin bəzi hallarda 6-7% hətta ucuzlaşmasına şahid olduq. Əslində bu gözlənilən idi. Çünki neftin $100 və daha yuxarı qiymətləri neft hasilatı ilə, neftin çatışmamazlığı ilə, neft bazarındakı gərginliklə əlaqədar deyildi. Yeganə səbəb Hürmüz boğazının bağlanması və Körfəz ölkələrinin və İranın da o cümlədən neft hasilatını azaldaraq dünya bazarına çıxan neftin həcminin azalması. İndi bu anlaşmalar əgər yerinə yetiriləcəksə və imzalanandan sonra da ən azından Hürmüz boğazının açılması, istehsalın və hasilatın bərpa olunması ilə bağlı addımlar atılacaqsa, hamı da anlayırdı ki, bu qərarlardan sonra neft qiymətləri kəskin düşəcək. İndi də elədir, $82-83 neftin qiyməti. Halbuki bu gərginliyin pik dönəmində, müharibənin pik vaxtlarında biz $126-128 belə görmüşdük. Yəni o pik nöqtələrdən götürsək, hardasa $40 neft qiymətləri ucuzlaşıb bugün və bu kifayət qədər ciddi ucuzlaşmadır. Bir tək neftə təsir eləmir təbii ki, bu neft məhsullarına da təsir göstərir. Neft məhsullarının da qiymətində, məsələn, aviakerosinin qiymətində bugündən ucuzlaşma var. Gübrə bazarında bir rahatlıq yaranıb, onun da qiymətində ucuzlaşmalar var. Dünyanın birjaları, yəni aparıcı ölkələrin birjalarında fond indekslərinin yüksəlişinin şahidi oluruq. Yəni dünyada bir bahar havasıdır iqtisadiyyatda, necə deyərlər. Yəni bu anlaşma əgər doğrudan da yerinə yetiriləcəksə, dünya iqtisadiyyatında bir rahatlıq yaranacaq. Ən azından dünyada son zamanlar baş verən o inflyasiyanın, qiymət artımının səngiməsinin şahidi ola bilərik və enerji bazarındakı gərginliklər aradan qalxacaq. Amma bu o demək deyil ki, hətta anlaşma ayın 19-unda və yaxud da yaxın günlərdə imzalansa belə, neftin qiyməti həmən əvvəlki dövrə, yəni müharibədən öncəki dövrə qayıdacaq. Yox, elə deyil, açığı. Çünki bu müharibə hasilatla bağlı müəyyən problemlər yaradıb. Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, İranın özündə müəyyən problemlər yaranıb. Yəni hasilatın əvvəlki nöqtəyə çatması, Hürmüz boğazındakı əvvəlki trafikin bərpa olunmasına hardasa bir neçə ay zaman lazım olacaq. Yəni 3-4 aydan sonra biz daha rahat bir mənzərəni, əgər gərginlik bundan sonra olmasa, bitsə, daha rahat bir mənzərəni görəcəyik. Ona görə də mən düşünürəm ki, neftin qiymətləri hardasa $75 qədər yaxın həftələrdə ucuzlaşacaq. Amma bu anlaşma qalıcı olsa və İranın neft embargosu aradan qalsa, İrana icazə verilsə ki, sanksiyalar götürülsə ki, daha çox neft çıxardıb satsın, bu zaman biz $65-60 qiymətlərini belə bu ilin sonuna doğru görə bilərik ki, bu da neft bazarında kifayət qədər, belə deyək də, sabitliyin yaranmasına, enerji bazarında qiymətlərin ucuzlaşmasına səbəb olan bir amilə çevrilə bilər.